Meşədən danışmışkən, meşədə daha bir tətbiqlərin olacağı deyilir. Söhbət meşə, yəni bu sosial mediada da çox yayıldı, mətbuatda da yayıldı. Meşədə olan müxtəlif bitkilərin, yabanı bitkilərin və yaxud da gilə meyvələrin, göbələyin və digər məhsulların yığılmasına görə cərimə olacaqmı? Bax, bu suallar var. Mən istərdim bir infoqrafika üzərindən qanunvericilik nə deyir, qaydalar necədir? Bunu müzakirə eləyək və sonra mütəxəssislə danışaq. Demək, toplamamızdan əvvəl yoxlanılmalıdır. Ərazinin yoxlanılması, məhsulun növü, məqsəd dəqiqləşməlidir, icazə tələbi olub-olmaması. İcazəsiz və özbaşına toplanmaya görə cərimələr fiziki şəxslərə 600 manat, vəzifəli şəxslərə 2500 manata qədər, hüquqi şəxslərə 6500 manatdır. Yəni, qadağan edilmiş və yalnız meşə bileti ilə icazə verilən sahədə icazəsiz toplanmaqdan gedir söhbət. Bax, meşə bileti hara tətbiq olunur? Bu, məlumatlandırıcı maddə 2000 İnzibati Xətalar Məcəlləsinin əsasında biz bu rəqəmləri çıxarmışıq, amma haradır və necədir? Növbəti infoqrafikada biz biləcəyik. Növbəti infoqrafikanı verək. Demək, nə zaman icazə lazımdır? Ərazi, məqsəd və məhsulun hüquqi statusu. Meşə bileti və ya icazə lazımdır. Toplama yalnız biletlə icazə verilən sahədirsə, bu barədə mütləq qeyd olunur. Fəaliyyəti tədarük və ya sahibkarlıq məqsədi daşıyırsa, yəni artıq məqsədli şəkildə orada sahibkarlıq fəaliyyəti ilə məşğuldursa, mütləq almalıdır bu bileti, meşə biletini. Xüsusi rejimi və ya mühafizə olunan ərazidirsə, bu qoruqlara və s. aiddir. Toplanması qadağan etmiş sahələr var və qırmızı kitaba daxil edilmiş nadir bitki, göbələk növləri varsa, yabanı olması sərbəst toplamaq demək deyil. Bununla bağlı qanun icazə vermir. Amma ərazi, məqsəd və məhsulun hüquqi statusu çox önəmlidir. Növbəti infoqrafikaya baxaq. Şəxsi istifadə üçün heç bir qadağa yoxdur. Bu, yabanı meyvə və gilə meyvədir, göbələkdir, gərzəkilərdir, yəni meşə fındığı və s. dərman bitkiləri, digər meşə sərvətlərində toplanmasına, adi meşə sahəsində heç bir qadağa yoxdur. Qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, şəxsi istifadə üçün ödəniş tələb olunmayacaq və meşə məcəlləsində bütün bunlar öz dəqiqliyi ilə əks olunub. Demək, burada məsələ bir qədər fərqlidir. Biznes məqsədi ilə toplanmaq başqadır, şəxsi məqsəd üçün başqadır. Mən istərdim, biz mütəxəssislə danışaq, Zülfiyə Nuriyeva, Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri. Zülfiyə xanım, salam. Salam, xoş gördük Elçin müəllim yenidən sizi. Yenidən aktual bir mövzunu müzakirəyə çıxartmışsınız. Təşəkkür edirəm. Təşəkkür edirəm. Zülfiyə xanım, baxın. Əslində, bəli. Hə, elə mən də, siz başlayın, elə mən də sual olunsa bu kontekstdə verəcəkdim. Buyurun. Yabani meyvə satanlarla bağlı siz çox doğru vurğuladınız. Məndən öncəki mütəxəssis də danışdı. Bu süd məhsulları və ağartı məhsullarının satışı ilə bağlı. Baxın, bugün insan orqanizminə zərər verəcək hər bir şeydə cəmiyyəti və əhalini qorumaq lazımdır. Alıcının, istehlakçının bir hüquqları var. Bunu pozan isə bunu satan tərəfdir. Biz, bəli, meşədən yığılan meyvə, gilə meyvələr və otlar var ki, bazarda da buna rast gəlmişik ki, hansısa bir xanım ya bəy bunu adi kloklara doldurur və torbalara doldurur və bunu satır. Və biz bunu çox alıb istifadə də edirik. Amma bu nə qədər düzgündür? Bu bizim sağlamlığımıza ziyan verirmi, vermirmi? Elçin, mən burada bir məqamı vurğulamaq istəyirəm. Bu gilə meyvəni toplayan bir qanun pozuntusu edir. Şəxsi istifadəçi üçün deyil, bunu ümumiyyətlə bazara çıxardır. Kütləvi olaraq satışını təşkil edir. Və bunu bazara kim icazə verir çıxartmağa? Burada aidiyyatı qurumların diqqəti çox önəmlidir. Bilirik ki, bazara məhsulu çıxartmaq üçün icazə lazımdır. İkinci məsələ də hələ aidiyyatı qurumun icazəsindən başqa da bazarın özünün bir daxili qaydaları var ki, o bazarda bu satışın təşkil olunması üçün icazə alınmalıdır və razılıq əldə olunmalıdır və bunu edən tərəf də burada məsuliyyətə cəlb olunmalıdır. Ona görə ki, bunu mən hardan gətirdiyimin mənbəyini məndən soruşmayan bir bazar rəhbərliyi var. Və mənə bir yer verir və mən orada məhsulumu satışa çıxardıram. Və bu təhlükəyə yayılmasına şərait yaradan amillər var. Mən bunu deməyə çalışıram. Zülfiyə xanım, mən üzr istəyirəm, amma mən bu sualı verəcəm. Meşədən toplanmış gilə meyvədən nə təhlükə ola bilər?
Və yaxud da dağdan, çöldən, çəməndən mən tutaq ki, kəkotu yığıb gətirib satıram. Bunun nəyi pisdir ki? Biz niyə buna qadağalar qoyaq? Hələ mən əslində o adamlara sağ ol deyirəm ki, onlar o təbiətin qoynunda olan gözəl nemətləri min bir əziyyətlə toplayıb bizə təqdim edirlər. Biz də deyirik, yox, cərimə qoy qalsın meşədə. Meşədə o belə pis çıxmasın, o qalan armudu ya ayı yeyəcək, elə ayı yeyincə cır armuddan gedir də söhbət. Biz özümüz yeyərik də. Min dəfə bağlarda yetişdirilən, müxtəlif dərmanlar vurulan və digər, nə bilim, hər şey başına oyunlar açılan meyvədənsə, bax, bu gülə meyvə çox faydalıdır. Bu əllə bir-bir yığılır. Yəni, bu nə pis çox faydalıdır. Əslində sağlam olarsa, Elçin müəllim, bunun heç bir ziyanı da yoxdur. Əslində biz hər zaman sizinlə mövzularda da bunu müzakirə etmişik ki, aqroturizm olsun, kənd məhsullarının daha da insanlara sosial rifahının yaxşılaşdırılması üçün bağında, bağçasında bitən hər bir tərəvəzi, meyvəni, gilə meyvəni fərq etməz, satışa çıxartsın. Amma biraz da bunların dərmanlanma prosesi varsa əgər. Amma yabani bitkilərdə düşünürəm ki, o qədər də təhlükə yəqin ki, yoxdur. Bəs mən ona görə deyirəm, adamlar gedir, mən başa düşürəm, meşə fondu var, mən başa düşürəm, qırmızı kitaba düşən hər hansısa bir bitki var. Bəli, bilmirəm, o qırmızı kitaba... Bəli, qırmızı kitaba düşənləri kim salıb bu sual da maraq. Bəli. Amma bax, burada yəni təhlükə... Göbələk daha təhlükəlisidir bunun, Elçin müəllim. Göbələk çünki biraz özü də həssas bir bitki olduğu üçün, bitkidir də bu, bitki olduğu üçün deyirəm ki, yəni bu biraz təhlükəlidir. Amma gilə meyvələrin bazara çıxarılmasından məncə cərimələr də çox yüksək təyin olunubdur bununla bağlı. Cərimələr çox yüksək təyin olunubdur. Mən elə gəlir ki, bunu tənzimləməyin bir yolu bu ola bilər ki, yığılan məhsullar bütün standartlara uyğun olaraq qablaşdırılsın və bazara gətiriləndə də qanuna uyğun formada piştaxtaya çıxarılsın. O mərhələ, o başqa bir mərhələdir. Biz hələ yığanlara bu tətbiq olunan cərimədən gedir söhbət. Bax, gəlin, açıq danışaq. Sumaq istifadə edirsiniz də, düzdürmü? Sumaq Azərbaycan mətbəxinin ən faydalı bir məhsuludur. Yəni, onsuz ümumiyyətlə ət, yağ, xörəkləri ümumiyyətlə yemək sağlamlığa ziyandır. Bu sumaq da yabanı bitir. Hə, indi qadağa qoyacaq sumaq yığmağı və salam, bunun da kökü kəsildi. Və yaxud da... Amma gəlin düşünək ki, buyurun. Dağ yerlərində sumaqdır, kəkotudur. Məsələn, hər bölgənin özünə məxsus bir kəkotusu var. Tutaq, daş kəsənin ayrı, Gədəbəyin ayrı. Onların dadı da fərqlidir və bir neçə növdədir bunlar. Bunu kənd əhalisi yığmayacaqsa, bəs bununla kim məşğul olacaq? Ya bundan əhali məşğul olmalıdır, ya fiziki şəxs, ya hüquqi şəxs. Şimdi o hüquqi şəxsə qədər gəlib çıxarır. Bu vətəndaş getsin, yıxsın. Bilirsiniz, bax nə baş verəcək? O qadağa qoyulacaq. Necə ki, indi Bakıda bir çox restoranlarda, özünü tərifləyən restoranlarda belə sumaq əvəzinə qırmızı süpürgənin bir növünü üyüdürlər, biraz da rəhli karandaş qatıb satırlar sumaq adı ilə. İçinə də limon buzu qatırlar ki, turşdatsın. Bax, bunun sayı artacaq. Yəni biz İndi o artıq aktan işidir, qida təhlükəsizliyi işidir ki, onlara nəzarət eləməlidir. Onlara nəzarət eləyənə qədər təbii gəlirdi də. Tutaq ki, Azərbaycanın tarixi bölgələri var ki, siz bayaq çox gözəl dediniz ki, hər regionun özünə məxsus bir bitki ənənəsi var. Məsələn, Ordubat sumağı ilə İsmayıllı sumağı ümumiyyətlə müqayisə oluna bilməz. Hər birinin öz dadı var, hər birinin öz gözəlliyi var. İndi biz bunun kökünü kəsib nəticə etibarilə süpürgə, rəhli süpürgəni limon duzu ilə bizim üçün gətirib təqdim eləyəcəklər. Necə ki, indi bütün şəhərdə turşular satılır. Yəni, o meyvənin öz sağ vaxtında kiloqramı 5-6 manatdan aşağı düşmür, amma onun əzməsi oldu nətərsə 1 manat. Bax, bu saxtakarlığa yol açır. Mən bilmirəm, bu məsələnin araşdırılmasına ehtiyac var. Bu məsələyə yenidən baxılmasına ehtiyac var. Düşünürəm ki, bəli. Burada Elçin müəllim, hər zaman sizinlə biz bunu müzakirə eləyəndə də düşünürəm ki, bu mövzulara ümumiyyətlə biraz yerli bələdiyyələr münasibət bildirməlidir və əhalinin, bu birbaşa da biraz əhalinin məşğulluğu deməkdir və insanlar özünün sosial rifahının təminatı üçün... dəvət etmişik ki, siz kənd təsərrüfatının inkişafına dəstək ictimai birliyisiniz. Sizin sözünüz daha keçərlidir. Bax, ictimai birlik kimi çıxın, deyin, bu məsələni qaldırın, kəndlərin yanında olun. Bəli, bəli.
Çox düz vurğuluyursunuz. Bəli, bu insanların özünün məşğulluq təminatıdır və insanlar öz sosial rifahını bununla təmin edir. Və bu günləri həyata keçirilən bütün proqramların da məqsədi budur. Xüsusilə bölgələrdə budur. Və bildiyimiz kimi ki, bütün bu gilə meyvələr, bu bütün o otlar bitir dağ yerlərində və rayon yerlərində bunun qarşısını almaqdansa, bunu daha standartlaşdırmaq və bunu daha bir, necə deyim, bir ənənə kimi yerinə yetirmək lazımdır. Amma bu, siz bayaqları göstərdiniz cərimələrin məbləğini, şəxsən o cərimələrin məbləği çox fantastik bir rəqəmdir. Bu, heç bir meşədən və yaxud da dağdan yığılan otun əvəzini verəcək bir insan üçün deyil. Bəli, Ona görə bəli. ki, o insanlar onu yığmaq, toplamaq, onu qurutmaq, mən özüm şəxsən bunun şahidi olmuşam. Bunu qurutmaq özü də təbii yolla baş verdiyi üçün, o qurudulması da təbii yolla. O çox əziyyətli bir işdir. Buna Haqlısınız. niyə bu qədər cərimə tədbiq olunsun? Bununla Bu bağlı məsələni biz siz də bir təşkilat qaldırmalısınız. olaraq mütləq müraciətimizi Xahiş eləyəcəm, bəli, yönləndirək. önəmlidir bu məsələ ictimailəşdirilsin və nəzarətə götürülsün, ictimai nəzarətə götürülsün. Mən